Bura Ağcabədi rayonunun Hüsülü kəndidir. Sükutun hökm sürdüyü bu məkanda Azərbaycan ədəbiyyatının ən sərxoş, amma əslində ən ayıq insanı uyuyur. Böyük ədibimiz Mirzə Cəlil Ölülər əsərini yazarkən məhz ondan ilhamlanmışdı. Onu hamı Kefli İskəndər kimi tanıdı. İndi bu daşın altında uyuyan şəxs bir zamanlar Şeyx Nəsrullahların yalanını üzə çıxaran acı həqiqətin özü idi. Bu məzar haqqında, Kefli İskəndərin özü haqqında dəfələrlə reportajlar hazırlanıb. Elə izlədiyiniz kanalda tanınmış jurnalist Allahverdi Əsədovun təqdimatında Kefli İskəndərlə bağlı çox böyük bir material hazırlanıb yayımlanmışdı. Mənim bura təkrar gəlməyimə səbəbi isə məhz gördüyünüz başdaşıdır. Belə ki, hazırlanan reportajların, görüntülərin bəzilərində biz İskəndərin qəbri üzərində əski əlifba ilə yazılar olan başdaşı görürük. Bəzi reportajlarda isə gördüyünüz başdaşının üzərində latın qrafikası ilə yazılar olan başdaşını görürük və bu da haqlı olaraq Ağcabədidən kənarda olan insanlar arasında çaşqınlıq yaradır və dəfələrlə suallar veriblər ki, bu konkret olaraq bu məzarların hansı İskəndərindir? Biz də elə buna aydınlıq gətirmək istədik. Əslində, yəni bu eyni məzardan söhbət gedir. Sadəcə sonra başdaşıları dəyişdirilib. Qeyd edim ki, digər tərəfdə gördüyünüz başdaşı isə İskəndərin atası Hacı Həsənin yəni məzarıdır. O da yenilənibdir. Bəs bu başdaşlarını kim yeniləyib, niyə yeniləyib? Bax, bu haqda kənd sakini, ziyalı, müəllim Şəfa Məmmədov məlumat verəcək. Qəbir daşları 2010-cu ildən sonra Hacı Həsənin əmisi oğlu Fərrux bəyin nəvəsi tərəfindən ovxalanmış daşları 2010-cu ildən sonra dəyişdirmişdi. Üstün götürtmüşdü. İlham Novruzov, Allah onun canını sağ eləsin, Fərrux bəyin nəvəsidir. Fərrux bəy də burada yaşayıb. Mirhəsənlə əmoğlu oldular. Eyni zamanda o bu vəziyyəti görüb, əlbəttə o dözməyib. Bunları bərpa eləyib yerinə qoyub, Allah ondan çox-çox razı olsun. Görüşümüz zamanı müsahibimiz Kefli İskəndərlə bağlı əlavə məlumatlar da verdi. Bu məlumatlar içərisində İskəndərin Rusiyada təhsil alması xəbəri mənim üçün yeni idi. Çünki əksəriyyətimiz onun Fransada təhsil aldığını bilirdik. Ən yaxşısı isə bunları Şəfa bəyin öz dilindən eşidək. Burada çoxdur o Hacı Həsənin qohum övladı bəyliklərdən, işte sayılan, seçilən bəylərdən olan Hacı Həsən bəy olub. Və onun oğlu İskəndər bəy, o da deməli Rusiyada universitetlərin birində öz təhsilini almış və o universitetdə aldığı təhsil onun dünya görüşünə və maarifçiliyinə böyük təkan vermişdir. Və ona görə də onlar deməli 1850-ci ildə İskəndər bəy doğulmuşdu Ağcabədi rayon Kəhrizli kəndində. Və sonra onların burada qohumları olduğuna görə, eyni zamanda burada su imkanı olduğuna görə atası ilə gəlib yığışmışlar öz əms uşaqlarının yanına burada.
böyük bağlar, üzüm bağları, böyük torpaqları vardı burada. Yəni əvvəldən Hüsüldə doğulmayıb o. O Hüsüldə yaşamayıb. Kəhrizdə doğulub. Aha. Amma burada əmiləri, qohumları da burada olub. Sonra oradan gəlirlər bura, başlayır burada şərab istehsal eləyir. Şərabçılıqla məşğul olur və bunu da bildiyimiz kimi Çar Rusiyasının hökmranlığı dövrü bir tərəfdən dini ruhanilərin, eyni zamanda möhfumatçıların qadağalarına baxmayaraq gerdə qalmış bəylər insanları avamlıqda, eyni zamanda cəhalətə sürüklədiyi halda İskəndər bəy bunu götürmürdü. İskəndər bəy insanları irəli getməyə, eyni zamanda düzgün hərəkət etməyə, haqqa tərəf çağırırdı. Ona görə də onu bu ruhanilər, eyni zamanda möhfumatçılar qəbul eləyə bilmirdilər və ona görə də ona kefli ləqəbini verirlər. Ki, cəmaat eşitməsin, baxmasın, amma cəmaatın da içərisində olanların danışıqlarından mövzularda var ki, o içən deyildi, ancaq ona bu damğanı vururdular ki, cəmaat onun sözünü eşitməsin. O, eyni zamanda Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın əmisi qızı Baharla evlənir. Və Bahardan da övladları dünyaya gəlir. Bura köçüb Süldə yaşayandan sonra və nəhayətdə 1902-ci ildə vəfat edir İskəndər bəy. Və bunu da ölümündən, vəfatından 7 il sonra Cəlil Məmmədquluzadə yaxın olduğu üçün onun haqqında məlumatlar toplayaraq Ölülər piyesində onu baş qəhrəmanlardan biri kimi orada verir. Kefli İskəndəri. Ki, nə cür ona bunu veriblər. Eyni zamanda orada yazır ki, dirilərin içindən ölülərə keçən ziyalı adı verilir. Və eyni zamanda o ədəbiyyatda möhkəmlənir və yaddaşlarda qalır. Allah ona qəni-qəni rəhmət eləsin. Və nəhayətdə oğlu Xudat, Sovet hökuməti, Sovet dünyası gəldikdən sonra Azərbaycana 1920-ci ildə oğlu Xudat və ailəsinin bir hissəsi Fransaya hicrət edirlər. Orada yaşayırlar. Mən belə fikirləşirəm ki, onların orada köhdən dayaqları var imiş, qohumlarından var imiş ki, rəhmətli Kefli İskəndərin oğlu Xudat ailə üzvlərindən götürüb Fransaya hicrət eləyirlər. Allah rəhmət eləsin, ruhları şad olsun, Allah yerlərin cənnət behiş qərar versin. Amin. Bəs qızı haqqında məlumat eşitdiyimə görə həkim olub onun qızı. O harada yaşayıb? Onun haqqında məlumatım yoxdur mənim. Aha. Onun haqqında, yəni mövzulardan mənim məlumatım, əlimə gələn mövzularda onun haqqında mənim məlumatım olmadığına görə mən cavab verə bilmirəm bu suala. Ancaq oğlu Xudatın adı çəkilir o mövzuların içərisində və eyni zamanda özünün də maarifpərvərliyi, qabaqcıl maarifçi olmağı, insanlara düzgün haqq yolu göstərməyi tövsiyə eləyən bir gözəl insan kimi, tarix şəxsiyyət kimi yaddaşlarda qalır. Bəli, illər keçdi, amma İskəndərin dərdi hələ də təzədir. Gördüyünüz bu məzar sadəcə qəbir deyil, ayıq qalmağın çətinliyini xatırladan bir abidədir.